Esselamu aleykum, dəyərli qardaşlarım, dəyərli bacılarım. Allah Teala təvəkkül eləmək ən gözəl ibadətdir. Baxın, təvəkkül barədə, hər bir işini Allaha tapşırmaq barədə olmuş bir hadisə. Bir padşah və onun vəziri olur. Bu vəzir deyir, hər zaman Allaha təvəkkül elə, yəni bütün işlərində. Bir gün deyir, padşahın barmağı kəsilir və qan çıxır. Vəzir görəndi ki, xeyr inşallah. İnşallah xeyirdir, hər bir şeydə xeyir var. Padşah qəzəblənir, deyir ki, necə xeyir ola bilər ki, barmağım kəsilir və barmağımdan qan gəlir. Padşah əmr eləyir, deyir ki, vəziri atın sicnə, həbsə. Vəzir də nə edir? Öz adəti ilə deyir ki, xeyr inşallah. İnşallah bunda da bir xeyir var. Və gedir, həbisdə oturur. Padşah deyir, hər cümə günü ova çıxardı. Ova çıxardı, səyahətə çıxardı öz əyanları ilə. Və sonuncu gün, yəni axır evə qayıtmaq istəyəndə bir böyük meşənin içərisində azırlar. Meşənin içərisində görür ki, orada da bütlərə ibadət edən insanlar var imiş, vəhşilər. Və o gün onların büt üçün qurban kəsikləri günmüş. Kimi tutdular? Qurban kəsirlər bütlərinə. Və padşahı tuturlar. Və onu deyir, kəsmək istəyəndə görürlər ki, barmağı kəsilib. Deyirlər ki, xeyr, bunda eyib var, qüsur var. Bunu qurban verməyimiz layiq deyil. O zaman nə inir? Buraxırlar. O zaman padşah deyir, vəzirin sözünü yada düşür. Xeyr inşallah. Padşah qaydandan sonra vəziri həbisdən çıxardır və ona olmuş hadisəni danışır. Deyir ki, yaxşı, sən nəyə görə mənim barmağım kəsiləndə xeyr deyirdin? Hansı ki, sən türməyə gedəndə də, həbsə gedəndə də xeyr dedin. Dedi ki, ey padşah, mən sənin vəzirinəm, hər zaman səninləyəm. Əgər həbsə girməsəydim, məni həbsə zindana atmasaydın, səninlə bir yer olacaqdım, sənin barmağın kəsilib, o zaman məni deyir, qurban kəsəcəkdilər, bütpərəstlər. Və mənim də barmağım kəsilməyib. Ona görə deyir, mənə deyirsən, zindan atmağında xeyri var idi. Baxın, Allaha təvəkkül. Hər bir işində mömin nə deməlidir? Hər bir işimdə xeyir var. Heç bir şey səbəbsiz yerə deyil. Xeyir baş verib, Rəbbimə şükür. Yox, zərər gəlib, yenə Rəbbimə şükür, səbir. Hər bir şeydə xeyir var. Mömin hər zaman Rəbbinə təvəkkül etməlidir.